Məşhur Epikürün şər problemi. Epikür deyir ki, əgər Allah hər şeyə qadirdirsə və eyni zamanda mərhəmətlidirsə, o zaman bu dünyada zülm, pislik, şər niyə var? Epikür bunu 4 seçimli dilemma ilə açıqlayır. Birincisi, əgər Allah pisliyi aradan qaldırmaq istəyir, amma bacarmırsa, Allah sonsuz qüdrətə sahib deyil. Əgər Allah bacarır, amma aradan qaldırmırsa, demək ki, Allah mərhəmətli deyil. Allah həm istəyir, həm də bacarırsa, o zaman pislik və şər niyə var? Əgər Allah həm istəmir, həm də bacarmırsa, o zaman Allah niyə var? Müsəlman dostlarımız bu suala belə cavab verirlər. Bu dünya imtahan dünyasıdır. O zaman belə bir sual ortaya çıxır. Nisa surəsi 78-ci ayət deyir ki, onlara de ki, pisliklə yaxşılıq da Allahdandır. İnsan surəsi 30-cu ayət deyir ki, mən istəməsəm siz istəyə bilməzsiniz. O zaman sual belədir. Müsəlman dostlarımıza, hər şey Allahdandırsa, biz nəyin imtahanını veririk? Hər kəsə salam. Növbəti epizodumuzda yenə internetin filosofları ilə baş-başayıq. Bu dəfə hədəfimizdə Çevik adlı bir ateist dostumuzun iddialarıdır. Ah Çevik, adı Çevikdir, amma məntiqi elə də Çevik deyil deyəsən. Fəlsəfə və teologiya meydanında çox ağır və ləng hərəkət edir. Dəqiq. Çevik o qədər iddialıdır ki, qədim Yunan filosofu Epikürün dörtlemmasını, o məşhur paradoksu gətirib sübut kimi ortalığa atır. Güya ki, dünyada xəstəliklər, şər varsa, deməli Allah ya yoxdur, ya rəhimsizdir, ya da gücsüzdür. Ay sağ ol. Bilirsən Çevik və onun kimlərin ən böyük xətası nədir? Dünya görüşləri tamamilə hedonizmdir. Yəni, fərz edirlər ki, həyatın yeganə məqsədi ancaq kef çəkməkdən ibarət olmalıdır. Tam olaraq. Elə bilirlər ki, kainatın məqsədi bizim üçün 5 ulduzlu hər şey daxil bir kurort olmaqdır. Maksimum həzz alaq, heç vaxt barmağımıza tikan batmasın. Əgər məqsəd doğrudan da budursa, bəli, xəstəlik paradoksdur. Amma İslam və digər böyük dinlər heç vaxt deməyib baxı bura cənnətdir. Bura imtahan dünyasıdır, mənəvi təkamül yeridir. Cəlaləddin Ruminin çox hikmətli bir sözü var. Yaranın olduğu yer, işığın içinə girdiyi yerdir. Qaranlıq olmadan işığın, şər olmadan yaxşılığın, səbrin, mərhəmətin qədrini necə bilərsən? Çox yerində deyilmiş sözdür. Axı bir cərrah xəstəsini sağaltmaq üçün onu əməliyyat masasında kəsir, qanadır, acı verir. Çevik'in dayaz məntiqi ilə baxsaq, cərrah qəddar bir manyakdır. Ay yaşa! Çevik əməliyyat masasına uzansa deyəcək ki, sən mənə acı verirsən. Deməli sən pisliksən. Bu qədər absurd və uşaqca bir yanaşmadır. Əslində, böyük rəsmdə o acı şəfa üçündür. Amma təəssüf ki, onun fəlsəfi cahilliyi bununla da bitmir. Mətnləri necə manipulyasiya etdiyini görmüsən? Hə, o Nisa surəsi ilə bağlı iddialarını nəzərdə tutursan? Bəli, bizim akademik Çevik Nisa surəsi 78-ci ayəni götürür ki, baxın, burada deyilir ki, hamısı Allahdandır. Əgər pislik də Allahdandısa, onda mən nəyin imtahanını verirəm? Və cümləni buradaca kəsir. Cəmi bircə ayə sonrasını, 79-cu ayəni oxumur. Orada çox açıq şəkildə deyilir ki, sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. Yəni, sənin əməllərinin nəticəsidir. Buna elmdə nə deyirlər bilirsən? İngilislər buna cherry picking, yəni cımbızlama deyirlər. İşinə gələni götür, gəlməyəni kənara atıb gizlət. Məhz. İndi gəl teoloji tərəfinə baxaq. Bəs 78-ci ayədəki hər şey Allahdandır nə deməkdir? İslam kəlamında iki əsas anlayış var. Xəlq, yəni yaratmaq və kəsb, yəni seçib əldə etmək. Çevik bu fəlsəfi kateqoriyaları bir-birinə elə qatışdırıb ki, özü də labirintdə itib. İzləyicilərimiz üçün bunu sadə dildə, nümunə ilə necə izah edərək? Çox sadə. Bir bıçağı təsəvvür et. Onun kəsmə xüsusiyyətini, dünyadakı o enerjini, səbəb-nəticə qanununu Allah yaradıb. Bu ontoloji yaradılışdır. Yəni hər şeyin kökü ondandır. Amma sən o bıçağı götürüb çörək də kəsə bilərsən, kiməsə zərər də verə bilərsən. Çörəyi və ya insanı kəsmək isə sənin seçimindir. Bu da kəsbdir. Bizi imtahan edən bıçağın kəsmə qabiliyyətini yaratmağımız deyil, ondan harda istifadə etmək seçimimizdir. İzah mükəmməldir. Bıçağın kəsərini Allah verir, istiqamətini insan seçir. Çox bəsit. Bəs onun İnsan surəsi 30-cu ayə ilə bağlı şübhəsinə nə deyirsən? Allah istəmədikcə siz istəyə bilməzsiniz ayəsini gətirərək, iddia edir ki, biz sanki robotlaşdırılmışıq, azad iradəmiz yoxdur. Çevik, yenə eyni dayazlıq. Burada məsələ külli iradə, yəni Allahın mütləq iradəsi ilə cüz'i iradə, yəni insanın məhdud seçmək iradəsi arasındakı fərqdir. Bax, bir müəllim imtahan təşkil edir. Sinifə girir, sualları hazırlayır, qaydaları qoyur və vaxtı təyin edir. Bu Allahın külli iradəsidir. Tələbə isə o sinifə girib suallara istədiyi kimi cavab verməkdə, yazmaqda və ya kəsilməkdə tamamilə azaddır. Bu da tələbənin cüz'i iradəsidir. Yəni, müəllim o imtahanı təşkil etməsəydi, Allah o sistemi qurmasaydı, tələbənin imtahanda nəsə yazmaq istəyi ümumiyyətlə mövcud olmayacaqdı. Ayənin çatdırmaq istədiyi məntiq də budur, düzdür? Eynilə, kainatdakı oyunun qaydalarını Allah qoyub.
Bizim azadlığımız isə onun yaratdığı bu sistemin içindədir. Biz Allahın yaratdığı reallıqdan kənarda heç nəyi yoxdan var edə bilmərik, amma qarşımıza çıxan variantlar arasında seçim edə bilərik və biz məhz elə bu seçimimiz üçün hesaba çəkiləcəyik. Bizim cənab Çevik kainatı yoxdan var edə bilmədiyinə görə inciyib deyəsən. Halbuki biz kainatı yaratdığımız üçün yox, Allahın bizə verdiyi o cüzi iradə ilə hərəkətlərimizi hansı istiqamətə yönləndirdiyimiz üçün imtahan olunuruq. Quran ayələrini cımbızla seçib ardını gizlətmək isə elmi və fəlsəfi obyektivlik deyil, ən ucuz manipulyasiyadır. Gözəl yekunlaşdırdın. Ümid edirəm Çevik bəy bu podkastda qulaq asıb, özünə biraz teologiya, biraz da məntiq dərsləri keçər. Necə deyərlər, cahillik ayıb deyil, öyrənməmək və manipulyasiya etmək ayıbdır. Möhtəşəm epizod oldu. Bizi dinləyən hər kəsə təşəkkürlər. Öz iradənizlə doğru seçimlər etməyiniz diləyi ilə növbəti mövzularda görüşərik.